Özünə şəfqət meditasiyasına xoş gəldin. Əvvəlcə özünə rahat bir mühit yarat. Növbəti 15 dəqiqə üçün narahat edilməyəcəyindən əmin ol. Telefonunu səssizə al və biraz kənara qoy. Rahat şəkildə otur. Bədəninin bugün nəyə ehtiyacı olduğuna bax. Sabit, hərəkətsiz oturmaq üçün tələsmə, bədəninin ehtiyaclarını dinlə. Ehtiyacın varsa biraz hərəkət edə bilərsən, bəlkə boynunu sağa, sola doğru buraxa bilərsən. Bəlkə ağzını açıb çənəni sağa, sola hərəkət etdirə bilərsən. Və ya sənin ehtiyacın olan başqa bir hərəkəti edə bilərsən. Və yavaş-yavaş sabit bir oturuşa gəl, belini dik tutmağa çalış. Gözlərini bağlaya bilərsən, yaxud aşağıda bir nöqtəyə baxa bilərsən. Bugün sənə hansı daha rahat hiss etdirirsə, o şəkildə. Əvvəlcə hər iki çiynini sıxaraq qulaqlarına doğru qaldır. Burada biraz saxla, sıxmağa davam et. İndi birdən burax. Təkrar çiyinlərini qulaqlarına doğru qaldır. Burada sıxıb saxla. Normaldan biraz daha uzun saxla, sərhədlərini biraz aş. Sonra birdən burax. Sonuncu dəfə bunu nəfəslə birgə edəcəyik. Nəfəs alarkən çiyinlərini qulaqlarına doğru qaldır. Burada biraz saxla, sıxmağa davam et. Və nəfəs verərkən çiyinlərini birdən burax. İndi isə bir neçə dərin nəfəs alıb verəcəyik. Əvvəl uzun bir nəfəs al. Burundan ağciyərlərini tam doldur. Sonra nəfəsi yavaş şəkildə ağızdan burax. Təkrar nəfəsi burundan al. Ağciyərlərini tam doldur. Və nəfəsi ağzından normaldan daha yavaş, daha uzun şəkildə burax. Son bir dəfə öz ritmində nəfəsi burnundan al. Nəfəsi ağızdan yavaşca ver. Və nəfəslərin təbii axışına qayıtsın. Burundan nəfəs al, burundan nəfəs ver. Və hər nəfəs alarkən öz ürəyindən sakitcə nəfəs alıram deyə bilərsən. Hər nəfəs verəndə isə nəfəs verirəm deyə bilərsən. Bu şəkildə nəfəslərini izlə. Nəfəs alıram, nəfəs verirəm. Nəfəs alıram, nəfəs verirəm. Nəfəslərini izləməyə davam et. Ağlına düşüncələr gəlirsə, çox normaldır bu. Diqqətini yenidən nəfəslərinə qaytar. Nəfəs alıram, nəfəs verirəm. İndi yaxınlarda
da son günlerde yaşadığın bir stres anını, sənə çətin gələn, səni narahat edən bir şeyi xatırla. Çox böyük və ya ağır bir şey olmasına ehtiyac yoxdur. Şiddəti 10 üzərindən 4-5 olan bir şeyi seç. Səni yoran və ya sıxan bir vəziyyət, bəlkə özünlə bağlı, bəlkə işinlə, bəlkə dərslərinlə. Ağlına bir neçə şey gəlirsə, onlardan sadəcə birini seç və o seçdiyin şey haqqında zehninin sərbəstcə düşünməsinə icazə ver. Sənə stres, narahatlıq yaşadan həmin o şeyi fikirləşirsən. Və indi bax, bu anı düşünəndə bədənində hansı hisslər yaranır? Bəlkə ürək, sinə nahiyəndə sıxılma, gərginlik, bəlkə qarın nahiyəndə bir narahatlıq. Hal-hazırda onları dəyişməyə, düzəltməyə çalışmırıq, sadəcə müşahidə edirik. Bu hadisəni fikirləşəndə bədənimizdə nələr olduğunu müşahidə edirik. Bu anın sənin içində necə yaşandığını izləməyə çalışırıq. Ağlın yaşanmış o şeyin, o hadisənin detallarına gedirsə, diqqətini yenidən bədəninə qaytar, bax bədənində nələr var. Bəlkə adını qoymaqda belə çətinlik çəkirsən, sadəcə izlə, bədənində olan hissləri izlə. Yaşadığın bu şeyə baxarkən, bu hadisəyə baxarkən özünə deyə bilərsən, bu çətindir. Hal-hazırda yaşadığım bu şey mənə çətin gəlir. Burada olmaq, bunun içində olmaq çətindir. Bədənimdəki bu duyğularla qalmaq çətindir. Duyğularımı kiçiltmirəm, onlar yoxmuş kimi davranmıram, onlardan qaçmağa çalışmıram. Buradayam, duyğularımın yanındayam, çətin olsa da. Onları qonaq etmək və yola salmaq üçün buradayam. Bəlkə bu çətin anı fikirləşərkən içindən belə bir səs gəlir. Sən güclü olmalıydın, niyə belə hiss eləyirsən? Əgər belə bir səs eşidirsənsə, ona sakitcə, hal-hazırda mənə tənqid yox, anlayış lazımdır, deyə bilərsən. Və öz-özümə xatırladıram, bu yaşadığım duyğularda yalnız deyiləm. Bəlkə evimin bir küncündə oturub həyatımdakı bu stresi, bu narahatlığı nəzərdən keçirəndə yalnız hiss eləyirəm. Amma bilirəm ki, dünyanın başqa yerlərində, başqa dildə danışan, dərisinin rəngi başqa olan insanlar da
eyni mənim kimi hiss eləyir. Onların da canı yananda eyni mənim kimi olurlar. Canımın yanmağında, çətin duyğularda yanlış olan bir şey yoxdur. Mənlə əlaqəli olan bir şey yoxdur. İnsan olmaq buna bənzəyir. Və əgər bu yaşadığın narahatlıqla bağlı özünü tənqid edən, özünü danlayan bir tərəfin varsa, bəlkə indi onu buraxa bilərsən hər nəfəs verəndə və öz-özünə deyə bilərsən, mükəmməl deyiləm mən, sadəcə insanım. Bəzən yoruluram, bəzən başa çıxmaqda çətinlik çəkirəm, bəzən bacarmıram. Mən sadəcə insanım. Və içindən gəlirsə, sağ əlini ürəyinin üzərinə yerləşdir. Əlini ürəyinə qoy. Bəlkə yumşaqca toxundur, bəlkə biraz daha bərk, azca sıxaraq və əlinin altında döyünən ürəyini hiss etməyə çalış. Və içindən gəlirsə, bu cümlələri təkrarla. İstəsən cümlələri dəyişməkdən də çəkinmə. Əsas olan sənin hisslərindir, sözlər yox. Buradayam, öz yanımdayam. Bəlkə hal-hazırda tam bilmirəm nə etmək lazımdır, amma buradayam, öz yanımdayam. Özümə şəfqətli davranmağı seçirəm. Buradayam, öz yanımdayam. Səni rahatladan, sənə güvəndə hiss etdirən başqa cümlələr varsa, onları da təkrar edə bilərsən. Yaxın bir dostuna, sevdiyinə necə davranardınsa, eyni şəfqətlə indi özünə yanaş, özünün yanında ol. Özünə bu şəkildə yanaşmaq, bunları demək, yanında olmaq, hal-hazırda sənə necə hiss elətdirir? Buna bax. Və xatırla, yaxşı olmaq məcburiyyətində deyilsən. Sadəcə müşahidə et. Bədənini, zehnini. Ağlına çoxlu fikirlər gəlirsə, onlar da normaldır. Diqqətini təkrar ürəyinin üstünə qoyduğun əlinə gətir. Və son olaraq özünə ayırdığın bu zaman üçün özünü təqdir et. Onsuz da belə etməli deyildin, bunu etməyi seçdin və təqdirə layiqsən. Öz üsulunda özünü təqdir et. Bəlkə sakitcə gülümsəyərək, bəlkə daxildən özünə hansısa cümləni təkrarlayaraq. Diqqətini ayaqlarına gətir, ayaq tabanlarına. Ayaq tabanların yerlə təmas edirsə, həmin bu təması hiss et. Ayaq barmaqlarını hərəkət etdirə bilərsən.
Hazır hiss edəndə gözünü aça və meditasiyanı bitirə bilərsən. Görüşənədək.